fikir verməm. Vermirəm onsuz da. Samir dayı murt deyir. Geri git az. Geri. Geri. Duyallah. Biri də var idi, Banu. İndi mənlə dostlaşıb. Banu indi məni çox istəyir. Əvvəl sən başqa cür qız bilirdim. Rusalkaya çaşdım. İndi səni yaxşı qız bilirəm. İndi mənlə dostlaşıb Banu. Sağ əli indi bunun başına. Şərqiyə yoxdur, şərqiyə. Aytaç çıxmaz, yəqin başqa səhifələrlə gəlirlər. Mən də əvvəl səni izləmirdim. Can, gözəlimdir, qız bücləri. Dilim topuq vurdu. Qıraqdan həmişə itici görsənir aşkım, belə. İtici, əsəbi, özündən razı. Amma tanısan görərsən elə biri deyil. Olan görünüşü, paxotkası odur. Mənim görünüşüm bilirəm, biticidir. Çox adam ilk başda məndən xoşu gəlmir. Amma tanıyana sonra insanları da qınamıram da, duruşum başqa cürdür. Mən özüm də qız bürcü qıraqdan görəndə deyirəm, xanım nə bürcüsən, deyir qız bürcü. O qız özündən razı görsənir qıraqdan. Amma görürsən elə deyil. Onlar hər adamı özlərinə yaxın buraxmırlar. Buraxanda da harada qaşqaldaqlar var. Yaxşılardan qıraq. Ailənin ad günü gəlir, qızlar. İstəyirəm evdə keçirdim, yoxsa restoranda keçirdim. Evdə keçirsəm dolma pişirərəm, aş pişirərəm, qara eləyərəm. Prosto qorxuram ki, ev deyərlər ki, ləman bizə cadu elədi. Arada keçirdim. Bundan sonra aşağı qarıya dolmaya tövbəliyəm, pişirən deyiləm. Məsələn, sipariş verən də deyiləm, gözüm qorxub. O söhbət bağlandı. Restorana sözün açığı desəm, tökdüyüm pula hayfım gəlir. Niyə? Düz restoran evdən ucuz başa gəlir. Amma evdə də yenə yemək özümüzə qalır da. Evdə yenə bir qazan pişirirsən, orada porsiyon gətirirlər. Valla mən restorana xərclənən pulu çölə atılmış sayıram. Mən özüm, peki də məndə çatmır. Gözəl keçsin deyəndə evdə də gözəl keçir də. Ailənlə. Nə restoranla evin nə fərqi var ki? Bacı, bu boyda qabda gətirib qoyurlar qabağıma yemək. Evdə ürəyin qədər istədiyi qədər yiyirsən, ürəyin istədiyi qoyursan qazana yiyirsən ana. Restoranla ev bir deyil. Restoranda o adam eləyər ki, bir ad gün eləyərsən, bir 50, 60, 100 nəfər yığarsan ora. Mən eləmirəm, niyə? Bacı, bu TikTok'da ad gün eləyəndə birinin uşağın dişi çıxdı çağırır. Birinin əri nə bilim qışqırdı çağırır. Tanışlıq il dönümü də çağırır. Ad gündə ikinci dəfə toy eləyirəm çağırır. Üçüncü dəfə toy eləyirəm çağırır. Az bunların nə qədər toylar olur ay bacı? Oy, bir ara vapşe TikTokerlər məni baymışdı. Bugün bu bunun ad günündə, sabah onun ad günündə bu xala oynayırlar. Heç xoşlamıram da elə şeyi. Mən gəzib tozmağı sevmirəm deyə. Mən niyə deyildi elə şeylər. İldə bir dəfə gedərəm deyə getmərəm. Nə çağırmasınlar, nə də getməyim. Uy. Bu sənə gəldi sən buna. O sənə gəldi sən ona. Sən ona getdi sən ona. Bir ara vapşeyi dayaq eləmişdilər. Ad günü, il dönümü, ikinci toy, üçüncü toy, nə bilim, pijama gecəsi, şalvar gecəsi, kofta gecəsi.
O onu biabır elədi, tortuva bu qədər verdim, bu bunu biabır elədi. Mən ad gününə gedəndə mənfəət güdmürəm. Bəlkə onun imkanı yoxdur, mənim imkanım var, mən gedirəm ona 100 manat verirəm, o gətirir mənə 50 manat verir. O mənə borclu, ad gününə verilən hədiyyə borc deyil ki, içdən gələn bir hədiyyədir. Deyir, mən sən verdim, sən mənə niyə bunu verdin? Necə yəni, bunun imkanı buna çatır, sənin imkanın ona çatır. Əgər nə, o bəyəm xala borc verirsiniz bir-birinizə, mənə belə şeylər çatmır. Mən bəlkə rəfiqəmdə içimdən keçir 500 verirəm, o gətirir mənə 100 manat verir. O da mən 100 manat verirsə mən hörmətsizlik yeyir. Onun imkanı mənə çatır. Sən ad günü keçirtmirsən, pulun olan vaxtı, onun pulu yoxdur. İndi o sənə o qədər verə bilmir, hörmət eləyir, gəlir. Mən belə şeylər həqiqətən çatmır. Oturub bir-birlərini biabır eləyirlər. Keçirtmədə onda. Hə, elə bir lotereya oynayırlar, hə. Mən sənə tort aldım, sən mənə bu qədər verdin. Mən sənə bu qədər tort aldım. Mən sənə qəfəzdən 300 atdım, sən mənə qəfəzdən... Mən sənin ad günündə oynadım, sən mənim ad günümdə oynamadın. Bəlkə problem var, insan da bəlkə nastrenisi yoxdur, gələ şıllaq atar bütün günü. Gör, ad günündə gəlib oynayanlar elə hamısı sən istəyənlərdir. Bəlkə ad günü, toylar zadlar belə keçib oynamasa boşanmaqlar azalar. Arada istəyirəm ki, cəmiyyətdən uzaq olasan, Allah haqqı. Öz evin, öz qapını bağla, gir içəri. Adam ucu qorxur, Quran onda olsun. Barışdır şousuz atdı xanım. Hansı üzdən barışaq? Xeyr, fikrim də yoxdur. Sizə deyəsən o söz elə belə gəlir. O bilirsiniz o sözün altında nə gizlənir. Mənə cad elədilər sözün altında. O sizə elə belə gəlməsin. Amma bu sözün dərinliyinə getsən çox dərin bir sözdür bu. Elə belə söz deyil. Aşkım, dərim qabıq verir. Gözümü təmizləyəsə heç bir şeyim yoxdur həyatım. Gözüm alergiyadır, ona görə belə olubdur. Təmizləyəsə heç bir şey yoxdur. Az zəng eləyim, mırtdaşaq da, nə olar bacılar? Qız mən şey göndərmişdi, yadımdan çıxıb paylaşmamışam. Can, sabah paylaşaram. Sevdiyim Sənsinin fraqmanın versələr atın mənə. Baxıram, yoxdur hələ fraqman. Alo. Alo. Necəsən? Yaxşıyam bacı qurban, kim idi? Ürəksən. Kadir kimdir? Ərim. Buyurun xanım. Ürəm bulandı ya. İzləyicimdir. Nəyə görə zəng vurmuşsunuz? Dərdiniz var? Yox, dərdim yoxdur. Dərdim sənsən. Mən niyə ay xanım? Sevirəm səni. Can, çox sağ ol. Ağzım artırma. Sağ ol. Mən drajeni də yiyeyim, qaşqal dağ. Xoşun gəlmir, basbayra yiyib qutarandan sonra gələrsən. Ağzımı mərçillətmə. Yuxulusunuz ay bala. Və ağzında nə deyirəm bir ya? Taxıblar yenə bir manatlıq naşniki. 100 dəfə demişəm, oğlanlarınızla yazışa mənə baxmayın. Məni balacalaşdırıb WhatsAppda mənə baxmayın. Yazışın sonra gəlin bura. Alo. Bəli. Salam Ləman xanım. Salam canım. Oğlumla sizə baxırdıq. Siz bir dənə onu demək istəyirsiniz. Sizi çox sevirik. Yaxşı ki varsınız. Can həyatım. Az nə gözəlsən. Profiləksən sən aşkım. Hə, mənəm. Uy, gözəldir. Canım, oğlum. Ərim qazidir. Hə, şükür Allah. Allah saxlasın, öpürəm, gözəldir ya amma. Ərim nəzir versin. Can, sağ ol. Bu nə rahatcansa səvab iş görüb. Nə gözəldir, bəxtəvər. Biz özümüzə gözəl deyirik.
60 min əməliyyatdan sonra. Uşaq deyəsən körpə eləyib, alacaq təzə olub. Zəng eləyə bilməz aşkım. O da xanımdır da, izləyir. Ama gözəldir ya. Salam, salam həyatım. Məndə doğrudan çatmır. Deyin niyə? Mən səhifəmi 2 aydan çoxdur gizli qoyub işlədirmişəmmiş. Cummuşam da bütün hamının üstünə ki, mənim səhifəm niyə qoymuşam gizlinə. Şəhərdə məni kim görür, deyir, niyə canla açmırsan? Mən canla açıram, oxu, necə yəni açmıram? Qaşımdakı ağ qabıqdır. Bilməmişəm, bu var, göstərəcəm. Bir dəqiqə zəngi qəbulüm deyəcəm. Açdım mən, 2 gündə açmışam. Onu eləyəndə ancaq takipçilər gəlir də, özəl eləyirsən səhifə və o WhatsApp-ı necə bağlı eləyirsən, kontaktın görür. Bəli. Yaxşıyan, siz necəsiz? Ailəmişim. Bəli, buyurun. Sən ürəksən, cansan. Öpürəm canım, çox sağ ol. Reklam işləri görürsən, bacı, bəli, görürəm. Bəli, buyurun. Bu zıvatanda WhatsApp-dan mənə çatmır da, and olar Rəbbimə. Buyurun. Allah. Bəli, buyurun. Bəli, buyurun. Can, çox sağ olun, necəsiz? Şükür Allah'a. Ailəş necədir? Yaxşıdır xanım, buyurun. Mən sizi çox istəyirəm. Səhər açıldı. Açıldı səhəri. Bunun Allah ərinə səbir versin. Bunun Allah ərinə səbir versin. Alo, buyurun. Bəli. Xanım adı o getdi, bağışlayın. Hə, yox aşkım. Mən sizi çox istəyirəm. Hə, çox sağ ol. Onun üçün zəng vurmuşdum. Ailəlisiz xanım? Bəli. Nə aldı yoldaşınız sizə 8 martda? Peki. Allahın bir kindirinə də alın gətirin də. O kollanı paket elə gətir evə. Nə olar ki? Ay mama qatı. Yaxşı bacı. Dəhşət. Ya. Bəli. Süleyman xanım, Yaxşıyam, siz necəsiz? şükür sizi izləyirik sabahdan əmim qızı ilə. Ləman xanım nədir? Ləman. Yox, prosta yeni mədəniyyətə görə dedik. Azıcıq xanım yox, Ləman. Okey, mən sevgilimlə ayrılmışam. Belə söz nə deyə bilərsiniz ona? Sən ayrılmısan, mən yox aşkım. Sən niyə atmamısan? Mən də atmışam, bu qarşılıqlı blok atmışıq. Tamam, çox sağ olun. Davak get. Sevilirsiniz. Sağ ol aşkım. Nə var az bunu eləməyə, bunu 2 dəqiqəlik şeydir. Bəli. Süleyman xanım, Bəli, buyurun. onu demək istəyirdim ki, siz çox gözəl xanımsınız. Alo, Bəli, buyurun. salam Ləmuşum, Şiyaz. Yaxşıyam, siz necəsiz? Ay Ləmuş, mən sənə baxıram hər gün, səni o qədər çox sevirəm. Canım, çox sağ olun. Ayliş necədir? Yaxşıdır, çox sağ olun xanım. Yaxşı olsun, yaxşı.